Hər kəsi salamlayıram. Bugünkü mövzumuz qusma və ishal zamanı təhlükəli qırmızı bayraqlardır. Səbəbləri müxtəlif ola bilər, lakin biz bugün səbəbləri yox, daha təhlükəli olan maye və elektrolit itkilərindən danışacağıq, hansıları ki, xəstənin vəziyyətini ağırlaşdıracaq və həyatı təhlükə yaradacaq. Hansı səbəblər gördükdə dərhal xəstəxanaya müraciət etməliyik, bunları yadda saxlamalıyıq. Birincisi, uşağın halsız olmağı, reaksiyası ləngiyir, oyanmır uşaq. Əgər uşaq 6-8 saat ərzində siliyə getmirsə, nəcisində qan, selik görürsünüzsə, davamlı qusma olursa, qusuntuda qan görürsünüzsə, uşağın qarnı sərtləşir, kəskin ağrı, nəcisə gedəndən sonra ağrı getmirsə və su içmirsə uşaq, dərhal həkimə müraciət etmək lazımdır, fəsadlaşmasın vəziyyəti. Unutmayın ki, uşaqlar sürətli maye və mineral itirdiklərinə görə vəziyyətləri kəskinləşə bilər. Ona görə dediyim simptomları gördükdə dərhal xəstəxanaya müraciət edin.